Gedin görür, hətta Odisənin özündə çox oxumalıdır. Odisənin xanımı çox gözəl idi. Bu ki gəlir o Cəngi Torovadan sonra o Torova atını ki bunlar gəlirlər, hətta Yunanlılar zad eləyirlər, varı da onlar Torova ilə cəng eləyirlər, o ərusi ki bunlar qaçıtmışlar, onu alırlar. Orada bu Odisənin nəqşi çox idi. Odisə ki qayıdır, görür şəhrin pulluları, şəhrin qüdrətlənd adamları hamısı istəyir bunun xanımı ilə bəhər sürət izdivac eləsinlər. Onu alsınlar. Narahat olur, onlarda intiqam alır, öldürür. Çox uzun da Odisənin dastanını oxumalıdır. O bizi dəstan ki vardı, Yegnək, Qazlıq Qoca oğlu, sonra Bamsı Beyrək, Bayburanın oğlu ki Çiçək Xatun öz əmqızısıydı. Onunla həyat yoldaşıma Çiçək Xatun şərt qoyur. Deyir, sən gələ ox atmaqda, at sürməkdə, at çapmaqda, bədən güləşməkdə, məndən eləyə biləsən, rəqabət eləyə biləsən, mən sənin həyat yoldaşınla. Nə qəd bir-birlə yarışma müsabiqə olur. Bu iki əmqizəm oğlunun arasında. Sonra Çiçək Xatun deyir da, layiqsən məndən. Bəli, mən sənin həyat yoldaşınla. Bu deyildi ki, elə qız gələ deyə, bəli, mən onu seçdim. Ya dədə, nənə gedilər, qızı verirlər filan oğluna. Filan oğlanı bəyənirlər bu qıza. Ta o məvarid olmasaydı bir-birlə o kəpəyi tərəzi demək olar, bir olmasaydı bunlar rəğbət nişan verməzdilər qadınlar.